Azərbaycan torpağının ərazi bütövlüyünü tək birləşdirmədilər. Həm də Azərbaycanı bir-birinə birləşdirdilər. Azərbaycanın hər bir yanından, hər bir hissəsindən şəhid ailələrini bir-birlərinə qohum etdilər. Qardaş bacı etdilər. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Düzdür, ağır dərddir. Evlad itkisi çox ağırdır. Amma nə qədər ağırsa, o qədər də qürurlu dərddir. Şəhadət zirvəsi hər adama nəsib olmur, hər adama qismət olmur. Şəhadət zirvəsi ancaq kasıfların zirvəsidir. Çünki o zirvə pulla alınmır. O zirvəyə qalxmaq üçün insan gərək canından keçir. Həyatda ən şirin insanın canı da ondan şirin işinə yoxdur. Gərək o şirin canından keçsin ki, o zirvəyə ucalsın. Onun üçün o zirvə uca zirvədir. Allah ruhunu şad eləsin. Sizin hər birinizin üzünüz, saçınız kimi ağdır. Necə ki, evlatlarınız saçınızı ağartdı, o cürlə də sizin üzünüzü ağartdı hər birinizin. Ruhu şad olsun ona. Siz bir qəhrəman anasısınız. Siz salih seçilən bir anasınız. Hər zaman şəhid ailələrinin xidmətində durmağa şəxsən özümə deyirəm ki, borcluyum. Mən özüm baxmayaraq ki, bir şəhid qardaşıyım. Amma sizləri unutmaq, yəni heç biri o Azərbaycanlının qeyrətinə, şərəfinə, namusuna sıxışan bir iş deyil. Allah səbir versin. Cümləmiz, hamımız Allah səbir versin. Allah səbir versin. Allah'ın səbirdən başqa heç nə yoxdur. Səbir versin.